Gələk. Ha, gəlin görün nə göstərirəm sizə. Ana, bu qocanı qoca görmə ha, bu qənimət deyil, belə qənimət deyil. O Azərbaycan xalqının doğrudan da bir qənimətidir. Ala bu məlumatı necə əldə edib bu? Ləzzətli məlumatdır ha. Ala Mehribanın şoförü, sürücüsü, ala təkərlərinə kimi maşının satırmış. Maşının bütün texnologiyasını satır, Mehribanı daşıyan maşını. Aləm dəqiq birinə, türmiyəsi, aləm dəhşətli fıstıq söhbəti. Elə uzun qulaq asmışam, gör necə gözəl videodursa, sizdən bir yerdə bir də qulaq asacağam. Gəlin baxaq. Bu videoya görə Qənimət bəyə təşəkkür edirəm. Həqiqətən bu məlumat elə belə məlumat deyilmiş. Bu da bunların sonundan xəbər verir. Bu da bunları indi birinci İlhamın ətrafı, elə birinci İlhamın Mehribanı ətrafı öldürəcək. Bizim xoşumuza gəlmək üçün. Baxaq. Mehriban Əliyevaya qarşı sui-qəsd şəkli olub deyə Daxili İşlər Nazirliyindəki mənbədən bir xəbər çatdırdılar. Bizim qulağımız belə xəbərlərə... Bəli, elə Qənimətin dediyi doğrudur. Bir növ bu sui-qəsdə bənzəyən bir hal ha. Diqqətli olun, bəyənin, paylaşın. Döyənək olduğuna görə bir qədər ətrafı dinşədim ki, belə bir olay varsa mütləq məsələn Əli Kərimli təzədən həbs edərlər. Amma olmadı və bir neçə gündən sonra ətraflı dinşəmədən ətrafdaşları dinləmək moduna keçdim. Nələr məlum oldu? Bərbaşdan deyim, İlham və onun həyat yoldaşı nə qədər görməmiş və acgözdülərsə, onların bütün istihitaları, çevrələri, nökər naibləri də o qədər acgöz və görməmişdilər. Mehriban Əliyevanın servisindən bir neçə polkovnik həqiqətən də həbs edilib və bu həbsləri Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsi həyata keçirir. Sifariş ilə əlbəttə prezident administrasiyasından gəlib yaxud siqnal. Hər halda həbsi həyata keçirən qurumun əməkdaşları belə deyirlər. Amma yaxşı nə baş verib ki, Mehriban Əliyevanın şəxsi sürücüsü də daxil olmaqla, avtomobil parkından az qala bütün heyətini, park müdürü də daxil olmaqla tutup soxublar içəri. Adamın ağlına gələn ilk versiya nə ola bilər? Bu xidmətin əməkdaşlarını kimlərsə ələ alıb, onlar da birinci vitse-prezident hanımın avtomobil qəzası görüntüsü ilə həlakını həyata keçirməli və bunun üçün hansısa böyük məbləğdə pul almalıdırlar. Beləmi? Sizin də ağlınıza belə bir versiya gəlirmi? Mənim ağlıma gəldi və nəyə görə gəldi? Söhbət sadəcə olaraq Mehribanı öldürməkdən getmir. İlham Əliyevi Əliyalın qoymaqdan gedə bilərdi. Məsələn, 2019-cu ildə İlham Əliyev infarkt oldu. Təxminən bir aya yaxın işə çıxmadı. Bu bir ay ərzində Bəylər Əyyubovun qapısında yatdı və dövlət hakimiyyət orqanlarında boşluq yaranmasın deyə prezidentin iş yerinə Mehriban çıxmağa başladı. Nazirləri çağırdı, o birlərini bağırdı, çığırdı, ayaqlarını yerə çırpdı və s. Əsas məqsəd buydu ki, nomenklatura dərəni qəlbə görüb Türkü bəyliyi əvəzinə düşməsin. O zaman İlham Əliyevin hansı səbəbdən infarkt keçirdiyini hətta Sevil Əliyev da bilir. Çünki o pəjmürdə günlərdə Sevil xanım istisna hal kimi Bakıya gəldi və qardaşının durumu özünə gəldiyi günlərə qədər orada qaldı. İlhamın infarkt səbəbini bilirəm, amma deməyəcəm, önəmli deyil. Bu söhbətdə də başqa məqsədim var. Yəni söhbətimin canı budur ki, İlhamın yedeyi olmasın deyə Mehribanı aradan götürmək haqqında fikirləşə bilərdimi? Sui-qəsd təşkilatçıları nəzər baxımından ola bilərdi və bu iş içində Mehribanın avtomobil parkının əməkdaşlarını, o cümlədən sürücüsünü də ələ almaq lazım gəlməliydi. Amma heyhat, nəzər baxımından belə bir planı kimsə təsəvvür etsə də təcrübi baxımdan belə bir ssenari olmayıb və həyata da keçirilməyib. Yaxşı, o zaman bəs Mehriban Əliyevanın avtomobil parkının rəisi polkovnik Heydar Ovelçin Yolçuoğlu və hətta şəxsi sürücüsü polkovnik Seyidov Nəcəf Əzzalıoğlu niyə həbs ediliblər və niyə indi qazamatda onlara amansız işgəncələr verilərək istintaq aparırlar? Bu sürücü də, o qaraj rəisi də bilirsiniz necə adamlar olub. Onlar Mehriban Əliyevanın adından və ya elə haqqəndə sifarişi ilə nə qədər işlər açırıb, milyonlar qazanıblar. Bundan sonra da qazana bilərdilər. Mehriban Əliyevanın protokolunda olan, ümumiyyətlə prezident administrasiyasından olan, daha ümumiyyətlə din və DTK şəbəkəsində olan minlərlə insan birinci vitse-prezidentin sürücüsü Nəcəfin aşıra bilməyəcəyi işin olmadığını israrla bildirirlər və bu etimadın kökünü də hamı bilir. Adamlar uzun illərdir orada hikmət göstərirlər və insafən bütün müdürlər sürücülərin xahişlərini nadir hallarda yerə salırlar. Təbii, əgər sürücü hər gün hansısa xahiş minnətlə öz şefinin zəhləsini tökmürsə, zəhlə tökməyə başlayanda onu sadəcə olaraq rədd edirlər. Amma Mehriban Əliyevanın sürücüsü heç zaman dəyişmədiyinə görə demək ki, Nəcəf Seyidov öz sözünün çəkisini bilib və Mehribanın da zəhləsini heç zaman tökməyib. Buna görə də həm də öz həmkarları ilə müqayisədə çox zəngin adam kimi tanınıb. Zarafat deyil, bir ölkədə mafiyanın ikinci ən səlahiyyətli adamını daşıyır. Amma dedim axı, bunların hamısı acgöz və görməmiş əfəndlərdir. Günün birində tamamilə təsadüfən Mehriban Əliyevanın qarajına cari sıradan biri yoxlama gəlir. Texniki baxış kimi bir zat. Əsas məsələ buradan başlayır. Mehriban Əliyevanın qarajına yoxlama gəlir. Birisi də nəzarətdir. Hətta nəzarətin də nəzarətidir. Dedi bax, qaraja yoxlama gəlir ki, Mehribanı daşıyan kortejin maşınlarının necə deyim, dözümlülüyü, sağlamlığı, etibarlılığı. İndi baxaq. Görək nə olacaq. Kortejin diqqətini ilk növbədə təkərlər cəlb edir. Bu xidməti maşınların təkərləri zirehli təkərlərdir və hər bir təkərin də qiyməti 10.000 dollardan artıqdır. Müfəttiş əfəndi görüb ki, bu təkərlərin üstündəki yazılar nəsə yerində deyil. Standartdan biraz kənara əyilmiş kimi görünür. Sizi çox yormayım. Məlum olur ki, ildə 3-4 dəfə tam dəsti ilə dəyişməli olan bu təkərlər ən azı 6-7 ildir dəyişmir. Balana, Mehriban Əliyevanın maşını o təkərlərin içi dolu olur da. Onlar sirehlidir. O təkərə güllə dəysə də o heç nə elə bir şey fərq eləmir. Balana, Mehribanın təkəri maşının təkərinə pul ayrılır ildə 4 dəfə dəyişməyə. Sən demə 6-7 ildir təkərlər dəyişmir. Mehriban Əliyev 6 gündən bir kişi dəyişir. Amma təkərini 7 ildən bir ildir. Yazılar üstündə pozulur, amma təkər dəyişmir. Birisi də qıraqlarında yazılır. İndi baxın, bunlar özlərinə qənim kəsirlər. Korrupsiya görə bunlar bir-birini yiyəcəklər. Baxaq. Axı təkərin üstündə qabarıq hərflərlə istehsal ili də yazılır, başqa göstəricilər də. Qaraj texnikləri həmin şrifləri dəyişirlərmiş, təkərlər üçün ayrılan pulları da basıb yeyirmişlər. Yoxlamaq. Şrifi biraz dəyişirmişlər bacardığı qədər, o da həmən effekti vermir. Sonradan seçilir.
bir qədər də genişləndirilir. O da məlum olur ki, hanımefendinin gəzdiyi rəsmi vəzifə maşınının sadəcə korpusu orijinaldır. İçindəki mühərrik də daxil olmaqla bütün həyati əhəmiyyəti detallarını satıb Kitayski ehtiyat hissələri ilə əvəz ediblər. Bundan başqa Allah qadağan ev, Allah. Buna bak. Mehribanın maşının motoru daxil. Bütün sistemi, konserindən tut, bütün sistemi satıblar. Allah bilir bu prezident maşını hər halda nazirlər istifadə edə bilər ya başqa ölkələr. Hamısını satıblar. Yerinə Kitayski qoyublar. Mən deyirəm axı Mehribanın maşını niyə? Elə ancaq səs eləyir, yeriməyi bilmir. Bundan başqa o da məlum olur ki, ümumiyyətlə bu maşınların yağ dəyişməsindən tutmuş, bütün başqa texniki xidmət işləri ya həyata keçirilməyib və kağız üzərindən yalandan yazılıb. Siz elə bir saxtakarlıq edən regionlarda da Mehribanın öz maşınının yağını illərlə dəyişməyiblər. Dəyişəndə də deyir, ən prosto yağ töküblər. Bahalı işləri ən keyfiyyətsiz, qəpik quruş dəyərində olan işlərlə əvəzləyiblər. Nəticədə 6-7 il ərzində hardasa 2 milyon dollara qədər vəsait mənimsənilib. Buna görə də sürücünü də, qaraj reisini də, Kamal ədəblə başqaları ilə birlikdə basıblar içəri və indi xeyli müddətdir ki, hər gün müstəntiq bu adamlarla istintaq hərəkətinə bu sözlərlə başlayır. Sizin axı nəyiniz çatmırdı? Bu sualın cavabı yoxdur. Amma nə sürücü, nə qaraj müdürü, nə də o biriləri deyə bilmirlər ki, zalim oğlu, gəzdirdiyimiz bütün şəxslər, onların çevrəsindəki adamlar, ailə üzvləri, hamısı dövləti sağmal inək kimi əmirlər, uğurluyurlar, talayırlar. Biz kimdən nümunə götürməliyik axı? Cəmaət xalqı sağır inək kimi. Mən də bir dənə maşını sağmışam da. Nə qədər sağır? 2 milyon dollar. Yəni nərdəysə 5 milyon manata yaxın. Atı yanında bağlayarsan, əmrəng olmasa da əmtasiyyət olar. Bu işdə belə bir söhbətdir. Narahat olmayın. Mehriban xanıma sui-qəsd falan olmuyor. Sadəcə onların etdiklərini onlara xidmət edən sürücülər də edib. Araşdırsaz elə prezident aparatının bütün əməkdaşları dəftərxana kağızından tutmuş, alabəzək qələmlərə qədər hər şeyi hər gün çırpışdırırlar. Atı at yanında bağlayarsan, əmrəng olmasa da əmtasiyyət olar. Bəli, Mehribanın şoferin yanında çox olur da ən çox. Əlbəttə ki, Mehribanın korrupsiya xəstəliyi, it qırxmaq xəstəliyi, bizdə Mehriban necə adamdır, it qırxır. Öyle de bir sənə dərdir. Aşgöz var ya, aşgöz. Qəpik güdən. Mehribanın adını mən dəyişirəm, qoyuram, kapeşnikini cırıqmıq o heç. Kapeşnikdir, kapeş. İnan Allah qəpik güdür. Akkordan Unibank məhkəməyə düşür. 6.000 yoxsa 7.000 manata görə. Birbaşa məhkəmə iclasında Mehriban hakimə zəng edir. Tapşırıq verir. İndi bax belə bunlar belə siqandırlar.